Əqrəblər üçün 2026-cı ilə proqnoz. Əziz əqrəblər, bu il iş mövzusu sizin üçün çox önəmli olacaq. Niyə? Ona görə ki, iki böyük planet, asta hərəkət edən planet Saturn və Neptun sizin 6-cı evinizə düşür. 6-cı ev bizim həyatımızda məhz iş rejimimizi göstərir və ola bilsin ki, sizin iş sahənizdə hansısa bu planetlərə görə dəyişikliklər baş versin. 26 yanvarda Neptun, 14 fevralda Saturn, hər ikisi sizin 6-cı evinizə keçirlər. Neptun bizə müəyyən çaşqınlıq da bizim həyatımızda yarada bilər, amma Neptuna aid olan sahələrdə çalışan bütün insanları Neptun dəstəkləyir. Bu hansı sahələrdir? Məsələn, insanlara yardım ilə bağlı sahələr, bu tibb sahəsidir, bu psixologiya sahəsidir, bu hər cür ezoterika sahəsidir. Yaradıcılıqla məşğul olan insanları Neptun dəstəkləyir və hansısa mayelərlə işləyən, bu neft sahəsindən tutmuş ətirlər sahəsinə qədər bütün mayeləri əhatə edir. Bu sahələrdə çalışırsınızsa, Neptun sizə karyerada uğurlar gətirə bilər. Əgər sizin işiniz hansısa bir, məsələn, maliyyə sahəsindədirsə, onda diqqətli olun. Neptun sizi çaşdıra bilər, hansısa səhvlərə yol verə bilərsiniz, hansısa yalanlar ola bilər olsun, aldadıla bilərsiniz. Ona görə işdə çox diqqətli olun. Saturn isə əksinə çox ciddi planetdir və sizə məsuliyyət hissi verir və siz işdə daha da yaxşı məqsədlər qoyub öz məqsədlərinizə çata bilərsiniz, çox məqsədyönlü ola bilərsiniz. Ona görə əziz əqrəblər, bu enerjidən istifadə edin və öz karyeranızda istədiyiniz nailiyyətləri əldə edin. 17 fevral tarixində Günəş tutulması, 3 mart tarixində isə Ay tutulması baş verəcək. Və bu tutulmalar arasında olan period tutulma dəhlizi adlanır. Tutulma dəhlizi dövründə biz həyatdan müəyyən karmik dərslər alırıq. Məsələn, əgər biz indiyə kimi yaxşı həyat sürmüşüksə, onda müəyyən hədiyyələr ala bilərik. Əgər səhvlər yaşamışıqsa, onda müəyyən cəzalar da ala bilərik. Bu dəfə karmik dəhlizdə siz məhz ev, ailə və dostlar mövzusunda sınağa çəkiləcəksiniz. Ola bilsin ki, hansısa dostlar tərəfindən aldadılasınız və ya hansısa pis hərəkətlər görəsiniz və ya ev mövzusunda. Əgər hansısa doğrudan ciddi bir səhvlərə yol vermisinizsə, kimsə evini də itirə bilər, Allah eləməsin, amma kimsə ev də qazana bilər. Kiməsə bəlkə ev hədiyyə də olunacaq. Belə bir şey baş verirsə, bilin ki, sizin karmanız tərtəmizdir. 26 fevral tarixindən ta 14 marta kimi birinci retro Merkuri nədir? 26 fevral tarixindən 14 mart tarixinə kimi birinci retro Merkuri həyatımıza təşrif buyurur. Yəni 26-cı ilin birinci retro Merkurisi və sizin 5-ci evinizdən keçəcək. Bu deməkdir ki, sizin həyatınıza keçmiş sevgililər də dönə bilər. Adətən retro Merkuri sevgililər mövzusuna baxmır, amma 5-ci və 7-ci evlərdən keçəndə onda bizim həyatımıza məhz sevgililəri də geri qaytara bilər. Ona görə gözləyin, kimdənsə mesajlar gələ bilər, təkliflər gələ bilər, qəbul edəsiniz, etməyəsiniz, bu artıq sizin seçiminizdir. 26 aprel tarixində Uran retro hərəkətdən çıxır, düz hərəkətə keçir və sizin 8-ci evinizdən keçəcək. Bu da maliyyə evidir. Bir qədər sizin həyatınızda, maddi həyatınızda xaos yarada bilər. Uran belə bir planetdir ki, qeyri-sabit planetdir. Yəni, sabitlik gətirmir. Sabitliyi əksinə sizin əlinizdən alır. Amma böyük pullar da gətirə bilər, böyük imkanlar da verə bilər. Və burada çox şey sizin özünüzdən asılıdır. Əgər siz maliyyə məsələlərində çox diqqətli olsanız, planlaşdırmanı bacarsanız, düzgün xərcləməyi bacarsanız, onda Uran sizə böyük pullar da gətirə bilər. Amma əgər hansısa bir səhvlərə yol versəz, düzgün planlaşdırmasanız, onda maddi itkilərdə yaşaya bilərsiniz. Ona görə maddiyyat mövzusunda çalışın, daha diqqətli olun. Yupiter, uğur və şans planeti hal-hazırda sizin 9-cu evinizdən keçir. Ola bilsin ki, hansısa əqrəblər başqa ölkəyə köçüblər, səyahət edirlər, yəni ümumiyyətlə xaric mövzusu ilə aktivliyi var və ya kimsə məsələn təhsil mövzusuna qapanıb, təhsil alır və ya məsələn dissertasiya yazır, PhD dərəcəsi alır və s. Lakin 10 iyun tarixində Yupiter keçir sizin 10-cu evinizə və burada o sizə karyera mövzularında dəstək edəcək. Dediyim kimi, bu il sizin üçün daha çox iş mövzusu aktiv olacaq.
məsələn, iyun ayından sonra siz böyük karyera nailiyyətləri əldə edə bilərsiniz, öz məqsədlərinizə çata bilərsiniz. Əgər hansısa bir işdə işləyirsinizsə, tutalım vəzifənizi artıra bilərlər, öz biznesinizlə məşğulsunuzsa, biznesiniz genişlənə bilər və gəliriniz oradan daha da arta bilər. Hansısa başqa məqsədləriniz varsa, o məqsədlərinizə də çata bilərsiniz. Əsas odur ki, şans sizinlədir bu mövzuda. 29 iyundan ta 13 iyula kimi ikinci dəfə retro Merkuri təşrif buyurur və bu dəfə sizin 9-cu evinizdədir. Səyahətə yığışırsınızsa yay vaxtına düşür. Çox diqqətli olun. Biletə diqqətlə baxın, biletin vaxtına baxın, pasportunuzu yoxlayın, evdən çıxanda bütün sənədlərinizi yoxlayın. Çünki məhz bu mövzuda hansısa çaşqınlıq baş verə bilər. Və çalışın bu period ərzində bilet almayın. Biletləri ya öncədən alın, ya sonradan. Çünki yenə də hansısa bir səhv ola bilər, hansısa saytda problem ola bilər və nəticədə bəzən olur ki, sistem göstərir ki, bileti almısınız, amma əslində bilet yoxdur. Belə şeylər olmasın deyə məhz o retro Merkurisin 9-cu evinizdən keçəndə bu mövzularla maraqlanmaq lazım deyil. 27 iyul tarixində karmik düyünlər bürclərini dəyişir və 27 iyula kimi sizin 11-ci, 5-ci evlərinizdən keçirdilərsə, indi sizin 10-cu və 4-cü evlərinizdən keçəcəklər. Bu nə deməkdir? Bu deməkdir ki, əgər 27 iyula kimi sizin karmik mövzunuz, karmik öhdəliyiniz yaradıcılıq və yaradıcılığın nəticələri mövzuları arasında balans saxlamaqdırsa, yəni yaradıb bu yaradıcılığı insanlarla paylaşmaq, insanlara bu yaradıcılıq ilə fayda gətirmək. 27 iyuldan sonra daha çox ailə və iş arasında balans saxlamalı olacaqsınız. Yaxşı olar ki, siz məhz balans barədə düşünəsiniz. Həddindən artıq nə ailəyə qapanasınız, nə həddindən artıq karyera barədə düşünəsiniz. Bunların arasında balans bu il yarım ərzində, çünki karmik düyünlər bir bürcdə il yarım qalırlar. Yəni 26-cı ilin ikinci yarısı və 27-ci il. Bu dövr ərzində çalışın bu balansı saxlamağı bacarın. Avqust ayında yenidən tutulmalar baş verəcək. 12 avqust tarixində günəş tutulması, 28 avqust tarixində ay tutulması baş verəcək. Və bu halda biz yenə də hansısa ya karmik cəzalar, ya karmik hədiyyələr əldə edə bilirik kainatdan. Bu il sizin üçün 10-cu və 5-ci evlər mövzusu aktual olacaq. Yəni həyat sizi necə sınaya bilər bu dövr ərzində? Karyera və sevgi mövzularında. 5-ci ev həm sevgidir, həm evladlardır. Mən ümidvaram ki, Allah Taala heç kimi evladları ilə sınamaz. Amma karyera məsələn və romantik münasibətlər mövzusunda siz ya böyük irəliləyiş əldə edə bilərsiniz, məsələn evlilik təklifi ola bilər və ya yeni vəzifə ola bilər. Və ya itkilər də ola bilər olsun. Məsələn, işinizi də itirə bilərsiniz, sevgilinizi də itirə bilərsiniz. Bu artıq sizin etdiyiniz, bu indiyə kimi yaşadığınız həyatdan asılıdır, etdiyiniz hərəkətlərdən asılıdır. Daha bir bizi sınağa çəkən göstərici də Lilithdir. O da 14 sentyabrda bürcünü dəyişir. 14 sentyabra kimi sizin ikinci evinizdən keçir, 14 sentyabrdan sonra üçüncü evinizdən. Və 14 sentyabra kimi Lilith sizi pul mövzusunda sınayacaq. Pul, qazanc, ola bilsin ki, kimisə aldatmaq imkanı da yaransın. Hansısa qeyri-qanuni yolla pul qazanmaq imkanı da yaransın, amma belə şeylərdən ehtiyatlı olun. Çünki Lilith bizi sınadığı sahələrdə biz xüsusilə ehtiyatlı olmalıyıq, çünki onun nəsə bir cəzası var sonra. 14 sentyabrdan sonra isə Lilith keçir 3-cü evə və bizim tanışlarımız bizi sınağa çəkə bilər və ya ola bilsin ki, bizim həyatımıza gələn yeni məlumatlar, çox diqqətli olun, məlumatlar səhv də ola bilər. Həmişə yoxlayın. Və bu ilin son 2 astroloji hadisəsi və bu ilin son 2 astroloji hadisəsi, bu da retrolardır. Biri ilin son retro Merkurisi, digəri ilin ilk retro Venerası. 2025-ci ildə retro Venera baş verməmişdi, 2026-da payız aylarında gəlir. Retro Venerada, retro Merkuridə sizin bürcünüzdə əqrəblər baş tutacaq. Retro Merkuri sizin bürcünüzdə olaraq sizi ümumiyyətlə çaşdıra bilər. Yəni hansı sənədlərdə, işdə, hər yerdə hansısa bir səhvlər edə bilərsiniz. Ona görə biraz diqqətli olun. Həm də retro Merkuri hansısa yarımçıq qaldığımız işləri bizi sonlandırmağa məcbur edir. Ona görə yaxşı olar ki, öz xoşunuzla yarımçıq işlərinizi hamısını sona çatdırasınız.
Retro Venera isə birincisi keçmiş sevgililəri qaytarır keçmişdən və həm də ümumiyyətlə sevgi mövzularını həyatımızda daha da aktuallaşdırır. Amma unutmayın ki, biz retro Venera vaxtı tanış oluruqsa, sevgi münasibətlərinə başlayırıqsa, çox vaxt bu uzun sürmür və bu müddət ərzində qurulan ailələr də belə deyək də çox uzun sürməyə bilər. Ona görə çalışın o periodda tanış olmayın. Bax belə. Bu oldu sizin 2026-cı ilə proqnozunuz, əziz əqrəblər.